Quş mamırının yetkin fərdində nəsil növbələşməsi baş vermirsə, deməli, nəsil növbələşməsi baş vermirsə, bu quş mamırının erkək formasıdır. Bilirik ki, bunun üstündə qutucuq olmurdu. Quruluşu belə olurdu. Qutucuq olmursa, burada meyoz prosesi getməz. Burada sporofit nəsil yarana bilməz, spor yarana bilməz. Bax, görək nə deyibdir burada. Cinsiyyət hüceyrələri qamçılıdır. Bəli. Bilirik ki, erkək mamurdur bu. Erkək mamur olduğu üçün cinsiyyət hüceyrələri qamçılıdır. Allel genlər cütünə rast gəlinir. Allel gen cütünə rast gəlinməsi üçün bu diploid xromosom dəstinə malik olmalıdır. Bunun özü, yəni rizoidləri də haploiddir, yarpağı da haploiddir. Yəni bunların hər biri haploid xromosom dəstinə malikdir. Ona görə də burada allel gen cütünə rast gəlinə bilməz. 2N olmalıdır ki, allel gen cütü olsun. O da zigot yaranmalıdır. O da qutucuq yaranması üçün yəni burada mayalanma da getməlidir. Allel gen cütünə rast gəldiyini götürə bilmərik. Hüceyrələrin meyoz bölünmə getmir. Bəli, inkar edir, getmir, düz deyil. Bilavasitə protaldan inkişaf edibdir. Protalda olmur. Protonema üstündə tumurcuq, tumurcuqdan yaranır. Bu da səhv cavabdır. Ona görə düzgün cavab 1-3 olacaqdır.